gücdən danışırıq, güclərin müqayisəsindən danışırıq. Hansı güclərin müqayisəsindən danışırıq? Bunların gücləri hansı tərəzidə çəkilə bilər ki? 1 trilyon hərbi büdcə, 15-16, 20 milyard hərbi büdcə, İranın aşağı yuxarı hərbi büdcəsi budur. İndi baxmayın, bir sahəni güclü inkişaf elətdiriblər, uranı zənginləşdirirlər. Bunlar hamısı hələ hər şey demək deyil. Hər şey demək ki, Amerikanın qabağında heç bir şey etmək mümkün deyil. Sadəcə bunu başa düşdülər, sonunda anladılar. Ona görə də müəyyən o bəndlərlə də bağlı, memorandumun bəzi bəndlərlə bağlı. İndi o silahın münasibəti nədir? Biz onu araşdıranda baxırıq ki, demək olar ki, çoxu ilə razılaşma var ortada. Demək, razılaşma varsa yolu dəyişmək seçimini ediblər. Biraz qürrələnmək var da, bir qürur var. Onu birdən-birə sınmış Amerikan elan eləsin də özünü qalibdir. Amerikan əlbəttə. Amerikanı görə şərakələr ki, özü elan qalib olur. Eyvallah. Mən nəticəni aldım. Əsas odur ki, nəticəni Bir məqam var, Fikrət müəllim. Deməli, xatırlayın, bu ikinci dəfədir biz bu cür hadisəyə şahidlik edirik. Trump deyir ki, günün əvvəlində, günün birinci yarısında bu gecə İrana misli görülməmiş zərbələr endiriləcək. Axşam daha fərqli mesaj, Pakistan formatı, danışıqlar, İslamabad və s. belədir. Son olaraq yenə də real göstərir də, o DNA-yı göstərir ki, göstərir və onlar da inanır. Nə ilə təhdid edirsizcə? Təhdid elədi və yaxud da İranı son dəfə. Oxu, yəni hərbi nöqteyi nəzərdən müqayisə olunmaz dərəcədə güclər fərqli. Ondan başqa Natiq bəy bir neçə dəfə Trump açıq dedi. Dedi ki, biz 16-cı əsrə dedi sizi bu nüvə silahı göməcəyik. Bu nüvə silahı yəni bir şey nətərdir? Atsaydı da nə olacaq? Yox, nüvə silahı atmasın. Bir də tutalım deyirəm də, Amerika kimlə edir? Elektrik stansiyaları, elektrik enerji istehsal stansiyalarının hamısının sxemində, yerində hamısını hazırlamışlar və vurmağa da hazırdırlar. Yəni bir neçə dəfə bəyanat verdi. Təsəvvür edin, bir anın içində elektrik enerjisi yoxdur. Ölkə qaranlığa qərq olur. Hara gedir? Heç nə, bitdi. Ölkə bitdi də, praktik olaraq bitdi. Təsəvvür elə ki, evin içində indi demirik, texnika işləmir, internet yoxdur, soyuducu işləmir, kondisioner işləmir, sən heç bir hesablaşma eləyəmirsən. İranın içində axı hesablaşmalar var. Rejimi dəyişmək, Amerikanın, İsrailin demirəm ha, Amerikanın planı olsaydı bu müharibəyə ehtiyac yox idi. Eləyərdi, bəli. Çox rahatlıqla eləyərdi. Gedirdi, artıq ona doğru da gedirdi. Ancaq Marshall planı İsrailin marağında niyə olmasın ki? İsrailin niyə marağında deyil də? İsrail, bilirsiniz, var olma strategiyası. Güvənli deyil İsrail. Ondan əlavə, İsrail indi bizim tərəfdaş ölkədir. Doğrudan da bəzi məqamlarda kifayət qədər ciddi əməkdaşlıqlarımız da var. Amma onların var olma strategiyası üçün İran lazımdır. Trump onların hekayəsini... Hədə hekayəsini əlindən alır da. Bu İran olmasa var olma hekayəsi necə qursun? Böyük İsrail proyekti. Yenə düşmən tapmalıdır. Yeni düşmənlər yaranmalıdır da. Bu bilirsiniz, mən o gün yazımda da yazdım. Bəzi insanlar, siyasətçilər hər iki tərəfdən, bir daha qeyd edirəm, dini istismar alətinə çeviriblər. Vasitə, alət. Və bu istismar aləti kimi insanları bədbaxt eləyirlər, öz xalqlarını da, qonşu xalqları da bədbaxt eləyirlər. Qardaş, din, inanc, Allaha qurban olum, hər kəsin daxili işidə getsin, yaşasın da. Sən bundan niyə hekayələr uydurursan? Biri Moşi gözləyir, biri Mehdini gözləyir, aləm dəyir bir-birinə. Qardaş, gidin rahat yaşamağı öyrənin də. Yaşamağı öyrənin, bir qonşuluq. Amma İsrail də anlayır ki, təhdid olmasa, daxildə o müharibə partiyası, Netanyahu və digərlərinin reytingi düşəcək aşağı. İsrail kifayət qədər demokratik respublikadır, demokratik ölkədir, kifayət qədər. Sol qüvvələr çox güclüdürlər orada. Sülh istəyənlərin sayı milyonlarladır, cəmaət küçəyə çıxır orada müharibə əleyhinə. Müharibə gedə-gedə hökumət əleyhinə İsraildə nümayişlər oldu ki, tutar bu müharibəni. Bu müharibədə bir məqam da var da, Netanyahu'nun özünün... Və oktyabrda yeri gəlmişkən seçki də orada. Vəziyyəti çox yaxşı deyil. Netanyahu'nun özünün də vəziyyəti yaxşı deyil. Bu müharibənin bitməsinin İsrail tərəfdən istənilməməsinin bir səbəbi də budur. Mən sənə razıyam. Oktyabrda seçkidir və çox böyük ehtimal bu seçkidə uduzacaq. Ehtimallar böyük, bəli. Netanyahu. Ondan sonra nə olacaq? Ondan sonra gələnlər hansı siyasət yürüdəcəklər? Bilirsiniz, İsrailin siyasi doktrinasının haqlı tərəfləri var. Necə yaranıb, necə qurulub, kimlər kömək eləyib, bunu tarixi qoyaq bir kənara da. Artıq 26-cı ildə yaşayırıq da. Keçmişdə nə səhvlər olub, nə düzlər olub, bunu qoyduq qırağa. Onların var olma doktrinası bundan ibarətdir ki, bizi ətrafımız hamısı bizi öldürmək istəyir. Bizi məhv eləmək istəyir. Biz də ayaqda qalmaq üçün güclü olmalıyıq. Özünü qoruma. Doktrina budur.
Hə, sən qonşularla normal işte məsələn hamı da deyir də, hamı deyir bunu. Orada ikili Fələstin məsələsinin həllidir. İkili dövlət konsepsiyası hamı da əl çalır. Necə? Necə? Onu hamı istəyir də, bəs necə? Hə, necə? Bax biri çıxsın o planı desin. Desin ki, necə olacaq bu ikili dövlət? Çətin məsələ. Mümkün deyil. Yeganə mümkün olan şey konfederasiyadır. İsrail-Fələstin dövləti, birgə dövlət. Gedəcəklərmi ona? Onlar getməyəcək. Qətiyyən. Heç bir tərəf getməyəcək. Və məsələ odur, başqa bunun xəritəsi yox, yolu yox, izi yox, konsepsiyası yox. İki dövlət modeli, eyvallah. Hə, sonra Ona görə Nəfiq və İsrail dövləti yarananda o BMT-nin demək qərarını gətirirlər. Stalinə ki, büroda baxın, təsdiq edin, siz də qəbul etdiyinizi etiraf edin. Deyir ki, etiraf edək, biz qəbul edək bu İsrail dövləti yaranır, biz bunu qəbul edək. Amma orada heç vaxt müharibə qurtarmayacaq. ondan əlavə, orada Stalin də ağıllı millətdilər, ağıllı xalqdılar, bunu etiraf eləmək lazımdır, kifayət qədər ciddi. Onlar Stalin də aldatdılar. Demişdilər ki, İsrail Sosialist Respublikası qurulur. Bəli. Tam ciddi deyirəm, Bəli, Sosialist bəli. Partiyası da, indi onların hava limanları, Ben Gurion var. Bax, o həmin o sosialist olub. Demişdi ki, mən Sosialist Respublikası qururam. İsraili ilk dəstəkləyən Sovet İttifaqı oldu. Sovet İttifaqı. Sonradan Amerika dəstəkləməyə başladı. Çünki Britaniya əleyhinə idi. Britaniya o torpaqları öz mandatı çərçivəsində sayırdı. Bəli, müstəmləkə hesab. Müstəmləkəsi hesab edirdi Osmanlıdan sonra. Və o istəmirdi, Britaniya istəmirdi İsrail qurulsun. SSR də fikirləşirdi ki, Churchill, müharibə qutarandan sonra da Churchill məşhur Fulton çıxışını elədi, soyuq müharibə və dəmir pərdə çıxışını. Dedi, sən ondan sonra da Stalin publik olaraq ilk dəfə Churchillə dedi ki, o Hitlerdən də betərdi. Aləm dəydi bir-birinə, soyuq müharibə başladı. Britaniya İsrailin yaranmasının əleyhinə çıxan kimi Stalin dedi ki, mən lehinəyəm və dəstəklədim. Yəni bu tarixə belə də baxmaq lazımdır, belə məqamları da nəzərə almaq lazımdır.